7-ci sinif şagirdlərimizlə bir video planlamaq qərarına gəldik. Ümid edirik ki, gələcəyə xoş bir məktub göndərmiş olacağıq. Bu uşaqlar Cənub Hazırlıq Mərkəzinin 7-ci sinif şagirdləridir. Arada 5-ci sinif şagirdlərimiz də var. Onlara 2 sual verəcəm. Hansı universiteti xəyal edirlər, hansı universitetə hazırlaşmaq istəyirlər və gələcəkdə nə olmaq istəyirlər? Görək onların arzuları və istəkləri nələrdir? Nisa xanım, səndən başlayaq zəhmət olmasa, sonra ardından gedərik. Buyur. Hansı universitetə inşallah hazırlaşırsan? Ada Universitetinə. Ada Universitetinə. Gələcəkdə nə olmaq istəyirsən? Ürək cərrah. Ürək cərrah. İnşallah. Bal hədəfin varmı? Gələcəkdə bu qədər bal yığmaq istəyirəm universitetə qəbul olanda. 600 plus. İnşallah. Uğurlar olsun sənə. Asena xanım, sən hansı universitet istəyirsən? Mən də Ada. Ada Universiteti. Bəs gələcək xəyalın nədir peşə olaraq? Psixoloq. Psixoloq. İnşallah sənə də uğurlar olsun. Çox sağ ol. Ləman xanım 5-ci sinifdir. Ləman, nə olmaq istəyirsən gələcəkdə? Həkim. Həkim olmaq istəyirsən. Maşallah, uğurlar olsun. Universitetə yəqin ki, tibb universiteti. Bal hədəfin varmı? Mən bu qədər bal yığmaq istəyirəm deyə. İnşallah 650 yuxarı düşünürük. Oldu? Uğurlar olsun. Fatimə Babayeva. Fatimə, nə olmaq istəyirsən? Hüquqşünas. Sorry, İbadova. Hüquqşünas. İnşallah. Hansı universitet? Bakı Dövlət. Bakı Dövlət. Bal hədəfin neçədir? 630 plus. 635. Uğurlar olsun sənə. Saniye. Zəhra Seyfullayeva. Zəhra, inşallah universitet hədəfin tibb universiteti və həkimlik mi yoxsa? Ürək cərrahı. Ürək cərrahı. İnşallah sənə uğurlar olsun. Bal olaraq neçə bal? 650 plus. 650 plus. İnşallah. İnanırıq ki, sən də onu yığacaqsan. Mirasim bəy. Hansı universitet? Bakı Dövlət. Bakı Dövlət. Peşə olaraq xəyalın nədir? Kompüter mühendisi. Kompüter mühəndisliyi. Bal olaraq hədəfin varmı? 600 plus. 600 plus. İnşallah uğurlar olsun. Ülvi bəy 5-ci sinifdə oxuyur. Ülvi, inşallah gələcəkdə nə olmaq istəyirsən? DTX. DTX. DTX-da inşallah xeyirli uğurlu sənə bir gələcək arzulayıram. Bal olaraq Ülvi hədəfin varmı? Mən bu qədər bal yığacam deyə. 700. 700. Maşallah. Ülvinin 700 bal hədəfi var. Ülvini alqışlayırıq. Təbrik edirik Ülvi. İnşallah ki, istədiyin nəticəni yığarsan xeyirli formada. Təşəkkür edirəm. İndi isə Tunardan başlayaq. Bu arada Tunarın bugün 28 may günü ad günüdür. Tunarı bir daha təbrik edirik. Tunar, Allah xeyirli ömür versin sənə inşallah. Tələbə olmaq xəbərini bərabər eşidək, bərabər sevilək. Buyur. İnşallah gələcəkdə nə olmaq istəyirsən? Təhlükəsizlik oxumaq istəyirəm. Təhlükəsizlik. Kompüter təhlükəsizliyi. Kompüter təhlükəsizliyi inşallah. Universitet olaraq bir xəyalın varmı? Universitet tam adım bilmirəm, amma da təhlükəsizlik oxumaq istəyirəm. Təhlükəsizlik. Tamam. Qrup olaraq isə birinci qrupa verirsən. Bal hədəfin varmı? Mən bu qədər bal yığmaq istəyirəm deyə. 630 630 keçmək. balı keçmək. İnşallah onu 650 eləyirik ki, daha yaxşı olsun. Uğurlar olsun Tunar bəy. Ad günün bir daha mübarək. Thank you. İbrahim bəy 171-in gözlərindən biridir. İbrahim, inşallah bir saniyə. İnşallah universitet hansıdır hədəf olaraq? Amerikada. Amerika Dövlət Universiteti. Bəli. Amerika Universiteti deyək. Amerika Dövlət deməkdənsə, tamam. İnşallah ki, hədəfin ixtisas olaraq nədir? Turizm. Turizm. İnşallah. Bal olaraq yəqin ki, başqa imtahan verəcəksən. IELTS falan hədəfin varmı gələcəkdə? 500 plus bal. İnşallah. IELTS olaraqsa onları versən, Amerikaya getmək xəyalın daha da real olar. İnşallah. Sənə uğurlar olsun bol-bol. Söz soruşun bir də. Bu imtahanlarda ən yüksək bal neçə yığdın? 537 yığmışdın. İnşallah növbəti 600-ü keçirik. Uğurlar olsun. Məhəmməd bəy də yəqin ki, mütəxəssis olmaq istəyir. Yoxsa necə? Kompüter mühendisi olmaq Kompüter istəyirəm. mühəndisi. Bəli. Tamam. Universitet olaraq bir xəyalın varmı? İnşallah Qarabağ Universiteti. Qarabağ Olmasa Universiteti. biraz üstü. İnşallah. Qarabağ Universiteti. Bal olaraq hədəfin varmı? 650 plus. 650 plus. İnşallah sənə də bol-bol uğurlar arzulayırıq. Sağ ol. Sağ ol. Bir dənə bir şey deyim, sonra sənin fikrini alaq, problem yoxdur. Bir də sonda 2 nəfərdən fikir alacağam. Dərs oxumaq istəyən, hədəfi olan universitetlərə kimin hədəfi varsa, necə dərs çalışmaq lazımdır, nə onlara arzunuz falan var, onu soruşacağım 200 nəfərdən. Nisə olar, Zəhra olar, Məhəmməd olar. Öz tövsiyələrinizi verərsiniz, sizin kimi abituriyent olmaq, tələbə olmaq istəyən şagirdlərə daha doğrusu. Olarmı? Zəhra, Nisə və Məhəmməd hazırlaşar. Başqa istəyən varsa məmnuniyyətlə dinləyə bilərik. Səxavət bəy, inşallah hansı universitet?
Xaricdə oxumaq istəyirəm. Xaricdə oxumaq. Amerika mı yoxsa digər başqa Avropa? Amerikada ola bilər. Amerika inşallah. Bəs ixtisas peşə olaraq gələcəkdə hansı peşəni sahib olmaq Kompüter istəyirsən? mühəndisi birinci qrup. Kompüter mühəndisi birinci qrup. İnşallah xeyirli uğurlu olsun. Bu il neçə bal keçmişdin sən ən son? Mən 585. 585, 600 az qalmışdı, değil mi? Bəli. Uğurlar olsun Səxavət, sənin də inşallah ki, xeyirli xəbərlərinə işlək. Sağ olun. Sağ ol, uğurlar olsun. Dəniz bəy bizim 5-ci sinifimizdir. Dəniz necəsən? Yaxşı müəllim. Dəniz həm də hobi olaraq YouTube-dan məşğulsan məncə, eləmi? Bəli. Dəniz, inşallah universitet olaraq hansı universitet xəyalın var? Bakı Dövlət Universiteti. Bakı Dövlət Universiteti. Bəs peşə, sənət olaraq hansı peşəni istəyirsən? Mühəndis. Mühəndis olmaq istəyirsən. İnşallah xeyirli uğurlu olsun. Bal olaraq bir hədəfin var mı? Mən filan bal keçmək istəyirəm desən, 700. 700 bal yığmaq istəyirsən. Aferin, sənə də bol-bol uğurlar olsun. Sağ olun. Təşəkkür edirəm Dəniz bəy. Davam edirik. Nisə xanım, xeyr. Nisə fikirlərindən vaz keçdi, amma sizə yəqin ki, ən xoş arzuları var, yəqin ki, utanır biraz. Abituriyentlərə və tövsiyələriniz varmı? Dərs oxumaqla bağlı Zəhranın var. Dərs oxusunlar. Aşırı dərs oxusun. Telefonu az vaxtlar, mükəmməl. Bax, telefon problem. Gündə 1 saat. Nisə, yaxşı fikirdir. Zəhra xanım, fikrin varmı? Tamam, tamam. O zaman sizdən soruşacağım. Səbir, Tunar bəy, nə arzun var? Daha çox telefondan biraz uzaqlaşmaq lazımdır. Telefondan necə deyim, indiki dövrdə tam uzaqlaşmaq olmur. İndiki dövrdə texnologiya dövrüdür, telefon tam uzaqlaşılmır. Onun üçün də biraz telefona daha az istifadə edin. Daha çox istirahət edin və beyninizi sakitləşdirin, sonra da dərsə başlayın. Dərsə sakit beyin oturmaq lazımdır ki, daha yaxşı başa düşəsiniz. Telefonu da yəqin demək istəyirsən ki, limitli istifadə etsən, Bəli. müəyyən vaxt qoyursan, 1 saat, yarım saat və s. Bəli. Yoxsa məsələn 10 saat TikTokda istifadə etmək problem deyilmi? Təşəkkür edirəm Tunar bəy, minnətdarıq sənə. Sənin fikrin var? Tamam, deyərsən. Məhəmməd, buyur. Sənin nə fikrin var? Mən şəxsən onu demək istəyirəm ki, əvvəl telefondan biraz uzaq qalmaq lazımdır. Düzdür, şəxsən mən də çox telefondan uzaq qalmıram. Düz indi uzaq qalmaq çətindir biraz. Amma uzaq qalmaq lazımdır. Çoxlu dərs oxumaq lazımdır. Gündə harsa bir 3-4 saat, ən az 3-4 saat. Telefonu? Xeyr, dərs. Hadi. Müslüm başa dərs işləmək lazımdır. İstirahət etmək lazımdır. Bir də dərslərə aktiv yanaşmaq lazımdır. İnşallah. Hal-hazırda 7-də oxusan, telefon istifadə edirsən gündəlik, yəqin ki, smartfonun var. Bəli, var. Nə qədər istifadə edirsən? Səmimi desən. Səmimi desəm, indi o qədər də eləmirəm. Əvvəllər 4 saat baxardım. Əvvəllər. Əvvəllər. Tamam. Baxardım. Təşəkkür edirəm Məhəmməd bəy. Minnətdarıq sənə. İnşallah abituriyentlər baxsın bu videoya. Səxavət bəy, buyur sənin fikrini soruşaq. İlk növbədə hamının dediyi kimi telefondan uzaq qalmaq lazımdır. Dərs oxumaqla yanaşı özümüzə də vaxt ayırmaq lazımdır. Dərsə sakit beyin oxumaq lazımdır. Dərslərdə aktiv yanaşmaq lazımdır. İnşallah Səxavət bəy qatılırıq. İnşallah ki, sizin dediyiniz kimi olar və abituriyentlər telefondan çox dərsə vaxt ayırar. Zəhranı da eşidək. Sən də sözün var, sən də eşidə bilərik. Telefona az vaxt sərf olmalıdır. Bilirik, indi bu dəqiqə daha çox telefona meyillilik var. Çünki daha çox işlərimiz bu telefonla bağlıdır. Bu işləri biraz azaltmaq lazımdır bəncə. Məsələn, 1 saata və yaxud yarım saata endirmək lazım. Hətta 2 saat da ola bilər, ən çoxu. Amma dərslər isə dərslər də vaxt lazımdır. Amma daha çox istirahətə vaxt sərf eləməliyik ki, bu istirahətlə beynimizi rahatlaşdıra bilək. Yoxsa daha çox elindən yəni Balansı qoruyaq, yəni hər ikisi istirahət lazımdır, dərs də lazımdır, hər ikisi önəmli. Təşəkkür edirəm Zəhra xanım, möhtəşəmsiniz. Fatimə xanım, buyur, sənin tövsiyen nədir? Əvvəlcə hər kəsin dediyi kimi Yəni uzayımda olmasa. Əvvəlcə hər kəsin dediyi kimi telefona az baxmalıyıq. Amma məncə istirahət daha lazımdır. Məsəl üçün dərslərdən gəlirik, biz yorğun oluruqsa əgər, özümüzə 3-4 saat istirahət limiti qoya bilərik və ondan sonra gecə təmiz başı, yəni təmiz beyinlə hazırlaşa bilərik. Bu daha yaxşı olar məncə. İnsanın yəni beyni təmiz olacaq və daha çox dərs çalışa biləcək. Fatimə xanım, təşəkkür edirik sənə. Çox sağ ol. Fatihin fikirlərini dinləyək. Fatih. Necəsən Fatih? Fatih, sən haralıydın? Bakılı. Bakılı. Fatih, inşallah gələcəkdə nə olmaq istəyirsən? Fövqəladə Hallar Nazirliyinə qəbul olma. Fəhənə. Nazirliyi, yanğın söndürmə əməliyyatı yoxsa nəsə? İnşallah. Bal hədəfin varmı? Mən filan bal yığacam deyə. 520, 530 belə pres gəlsə yaxşıdır. 530 inşallah keçmə fikrim var. Yaxşı. Telefonla istifadə etmək vəziyyəti nə deyirsən? Bax, yoldaşların fikirlərini dediyi.
abituriyentlər dərs oxuyur sizin kimi, sizin 7-ci sinif, siz irəlidə abituriyent olacaqsınız. Nə məsləhət görəsən özün kimi 7-ci siniflərə necə Daha dərs çox alsınlar? telefona uzaq qalmaq lazımdır. Amma mən özüm də telefona uzaq qala bilmirəm. Adam özündən asılı olmadan ona baxmaq istəyir. Gündə öz telefonum var idi. İndi ona olmadıqca axşam evə gələndə ancaq atamın telefonuna baxa bilir. O da hardasa 1 saat, 2 saat ən çox belə gedir. 1 saat, 2 saat? Tamam. İnşallah Fatih, dediyin kimi olar. İnşallah ki, balın da, hədəfin də, universitet haradırsa, xeyli şəkildə qəbul olub, sevdiklərini sevindirərsən. Təşəkkür edirik, minnətdarıq sənə. Belə əziz şagirdlər, ümid edirəm ki, sizdən xoş bir xatirə qaldı. İnşallah ki, tələb olanda 5 il, 6 il sonra bunlara baxarsınız. Təşəkkür. Oldu. Tamam, hazırız mı? Ağacda çəkinməli. Bir dənə qoydum getir. Çək. Qoy Zərafə. Tamam. Bir dənə. Bir dəfə vururum. Bir dəfə. Tamam. Bir dəfə. Nəzərləşmə. Bir dəfə. Əla, bir dəfə səbirlə. İnşallah bir dəfə. Olmaz. Bir dəfə. Oldu. Bir dəfə. Əla, bir dəfə. Tamam. Bir dəfə. Nə oldu? Oldu. Bir dəfə. Məqsəd nədir? Bir dəfə vurmayın o şeyi ilk batıran komanda. Əla, bir dəfə. Hara? Hadi. Bir dəfə. Oldu.